Bağışlayan və mehriban uca Allahın adı ilə. Quranda elmi ayələr mövzusu ilə siz əzizlərin xidmətindəyik. Biz qeyd etmişdik ki, nümunə təfsirində 14 təqribən ayə Quranın elmi ayələr mövzusuna işarə eləyir. Onlardan biri də günəşin hərəkəti ilə bağlıdır. Yasin surəsində 38, 39, 40-cı ayələrdə uca yaradanımız belə buyurur. "Vəş-şəmsu təcri li mustaqarrin ləhə. Zəlikə təqdirul azizil alim. Vəl-qamara qəddarnahu mənazil hatta adə kəl-urcunil qadim. Ləş-şəmsu yənbəği ləhə ən tudrikəl qamar və ləl-leylu səbiqun nəhər və kullun fi fələki yəsbəhun." Bu ayələr nazil olduğu zaman bu ayələrin tərcüməsinə təbii ki, özünüz baxa bilərsiniz ki, təbii ki, bu ayələrdə günəşin həm eninə hərəkətindən dövrəvi hərəkət və həm uzunluğuna və axıcı hərəkətindən söhbət edir ki, 38-ci ayədə onun uzunluğuna hərəkətindən, axıcı hərəkətindən danışır, 40-cı ayədə isə onun dövrəvi hərəkətindən danışır. Təbii ki, Quran nazil olan dövrdə Ptolomey Bətlimus nəzəriyyəsi dünyaya hakim idi və insanlar belə təsəvvür edirlər. Göy cisimləri soğan qabıqları kimi billur cisim formasında bir-birinin üstünə möhkəmlənib və bir vəziyyətdə qalır və onların hərəkətindən söhbət belə gedə bilməz. Elm inkişaf etdikdən sonra bu nəzəriyyə gəldi. Gəldilər göy cisimlərin billur cisim formasından çıxardandan sonra belə bir nəzəriyyə qəbul etdilər ki, günəş yenə sabit öz yerində qalıb, amma günəşə yaxın cisimlər, günəş cisimləri hərəkətdədir. Yeni elm inkişaf etdi ki, həmən dövrdə yenə Qurani-Kərimin bu ayələri anlaşıla bilməzdi və nəhayətən zaman gəldi, elə bir yerə çatdı ki, bütün elm inkişaf etdi və sübut etdi ki, günəş və günəş cisimləri hərəkətdədir. Elm bu dərəcəyə gəlib çatandan sonra anladılar ki, 1400 il bundan öncə Quran hansı elmlə, günəşin hərəkətindən, günəşin öz oxu ətrafında hərəkətindən və onun ətrafındakı günəş cisimlərinin hərəkətindən söhbət açır. Və bu ayədə başqa mövzular var ki, inşallah onları da gələn verilişdə siz əzizlərin diqqətinə çatdıracaq. Allah amanında.